Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi qışa hazırlığım yenə də davam edir. Öz həyətimdən əkdiyim acı biberdən turşu hazırlayacağım. Bunu necə hazırlayıram? Əgər bu sizə də maraqlıdırsa, buyurun izləyin. Həm asan, həm də tez başa gələn bir turşudur. İlk öncə nə edirəm? Acı biberləri yığıram. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Acı biberlərin hamısını yığdım və bunları təmiz-təmiz yuyuram. Yuyandan sonra çöp vasitəsilə bu formada deşiklər açıram. Və saplaq hissələrini də bu formada kəsirəm. Bankaya yerləşsin deyə. Çünki kiçik bankalarda bağlayacağım. Üzərinə qaynar su əlavə edirəm. Bunları qaynar su əlavə edib kənarda biraz saxladıram. Su soyana qədər. Artıq suyumuz soydu. O həmən suyu atıram o yana. Keçirik bankalarımızı yığmağa. Bankamıza nə əlavə edirəm? Sarımsaq, dəfnə yarpağı. Mən bu dəfə reyhan da əlavə edirəm. Əslində buna reyhan getmir. Sadəcə əlavə etdim ki, görək bu reyhanla necə dad olur. Ona görə də əlavə etdim. Biraz da cəfər əlavə edirəm və acı biberlərimizin hamısını bir-bir yığıram bankaya, səliqəli formada. Gördüyünüz kimi biberləri bankaya yerləşdirdim və üzərinə 1 çay qaşığı yarım duz əlavə edirəm və kiçik armud stəkanda üzüm sirkəsi əlavə edirəm. Və üzərinə qaynanmış su əlavə edib qapaqlarına bərk-bərk bağlayacağım. Gördüyünüz kimi asan, tez başa gələn bir turşudur. Bunu hər kəs edə bilər. Gördüyünüz kimi turşumuz hazır oldu. Bu formada qarışdırıram ki, duz, sirkə, su bir-birinə yaxşı qarışsın. Bəli, dəyərli izləyicilərimiz, bir videonun sonuna gəldik. Artıq qışa hazırlığımız hazır oldu. Acı biber turşumuz hazır oldu. Hazırlayacaq olan hər kəsə nuş olsun. Hələlik bu qədər. Sağ olun. Allah'a əmanət olun.